Hər vaxtınız xeyir olsun dəyərli dinləyicilər, eləcə də izləyicilər. Mən Xanlar Metivin təqdimatında Gündəm Qarabağ verilişini dinləyirsiniz. Bizi eləcə də izləyə bilərsiniz sosial şəbəkələrdən, Facebookdan və YouTubedan CBC FM Azərbaycan yazmaqla bugün Qarabağda mədəniyyətdən, tarixi abidələrdən və onların qorunmasından danışacağıq. Elə qonağımız var Mədəniyyət Nazirliyi yanında Mədəni irsin qorunması, inkişafı və bərpası üzrə Dövlət Xidmətinin mətbuat katibi Fariz Hüseynlidir. Xoş gəlmisiniz Fariz müəllim. Hər vaxtınız xeyir, təşəkkür edirəm. Fariz müəllim, tarixi abidələrin inventarlaşması və monitorinqi ilə bağlı hansı işlər görülür? Əvvəlcə onu qeyd etdim ki, tarix mədəniyyət abidələrinin dövlət qeydiyyatına alınması 2001-ci ildə təsdiq olunub son siyahı. Bu siyahıda işğaldan azad edilmiş ərazilərdə yerləşən tarixi abidələr də qeydiyyata düşüb. Həmin vaxt işğal dövrünə təsadüf etdiyinə görə bu ərazilərdə 705 tarix mədəniyyət abidəsini qeydiyyata almaq olub. Bu həm əvvəlki siyahılara istinadən, həm də arxiv sənədlərinə, materiallarına istinad edilərək qeydiyyata alınmışdır. 2020-ci ildə noyabr ayının əvvəllərindən başlayaraq Mədəniyyət Nazirliyi yanında mədəniyyətin qorunması, inkişaf və bərpası və dövlət xidməti tərəfindən azad olunmuş ərazilərdə inventarlaşma və monitorinq işlərinə başlanılıb. Aparılan monitorinq işləri əsas məqsədi işğal dövründə tarixi abidələrə vurulan ziyanın müəyyən edilməsi, onların hazırki vəziyyəti və işğala qədərki vəziyyəti ilə müqayisəli təhlilin aparılması kimi məsələləri əhatə edib. Aparılan monitorinq işləri çərçivəsində sahə tədqiqat işləri aparılıb, eyni zamanda tarixi abidələrin elektron xəritəsi hazırlanıb, keyfiyyətli fotofiksasiya, dron çəkilişləri aparılıb, eyni zamanda həm müxtəlif mənbələr, arxiv sənədləri araşdırılaraq onların barəsində məlumatlar hazırlanmışdır. Aparılan monitorinq işləri çərçivəsində bu günə kimi qeyd etdiyim 705 tarixi abidədən 550-si monitorinq edilmə imkanı olmuşdur. Eyni zamanda tarix mədəniyyət abidələrinin reyestrlərinə daxil olmayan 402 tarix, memarlıq və arxeoloji əhəmiyyət kəsb edən və bu siyahıya daxil edilməsi namizəd olan obyektlər müəyyən edilmişdir və onların da siyahıya daxil edilməsi ilə bağlı artıq tədbirlər həyata keçirilir. Bu 705 qeyd etdiyim dövlət siyahısında olan, dövlət mühafizəsində olan abidələrin 155-nə hazırki dövrə qədər tam monitorinq etmək mümkün olmamışdır. Bunun əsas səbəbləri həmin abidələrin təhlükəsizlik baxımından riskli ərazilərdə, minalı sahələrdə, eyni zamanda yaşayış məntəqələrindən kənarda, dağlıq, meşəlik ərazilərdə olması əsas səbəb olmuşdur. Qeyd edim ki, aparılan monitorinqlər çərçivəsində azad edilmiş ərazilərdəki abidələrin əksəriyyətinin dağıdıldığı, vandalizmə məruz qoyulduğu kimi faktlar aşkar edilmişdir. Xüsusilə İslam dini abidələri, türbələr, məscidlər daha çox dağıntıya məruz qalmış. Eyni zamanda onların əksəriyyəti təyinatına uyğun olmayan şəkildə istifadə edilmiş, tövlə kimi istifadə edilmiş, onların kitabələri bilərəkdən dağıdılmış, İslam dini müqəddəslərinin orada qeyd edilən məlumatların əksəriyyəti dağıdılmış, məhv edilmişdir. Məhv edilmişdir. Azad olunmuş ərazilərdə yerləşən abidələrin pasportlarının hazırlanması məsələsi də təbii ki gündəmdə idi və mühafizə zonalarının müəyyən olunması istiqamətində hansı addımlar atılır? Qeyd edim ki, tarixi abidələrin monitorinqlərinin inventarlaşmasının aparılması ilə bərabər həmin ərazilərdə yerləşən tarixi abidələrin pasportlarının da hazırlanması və mühafizə zonalarına müəyyən edilməsi əsas istiqamətlərdən biridir. Onu da qeyd edə bilərəm ki, hətta işğal dövründə biz 15-dən artıq tarix mədəniyyət abidəsinin pasportlaşdırılmasını və mühafizə zonalarının müəyyən edilməsini həyata keçirmişik. Bunların əsas mənbəsi arxiv sənədləri olmuşdur və onların arxiv sənədləri üzərindən deməli pasportlaşması həyata keçirilmişdir. Amma azad edildikdən sonra bu ərazilərdə
cari dövrə qədər 63 abidənin pasportlaşması həyata keçirilmişdir. Eyni zamanda 32 layihə üzrə də mühafizə zonaları müəyyən edilmişdir. Bu həm tarixi abidələrin haqqında daha dolğun məlumatların, rəsmi məlumatın olmasını özündə əks etdirir. Eyni zamanda həmin ərazidə aparılan bərpa, quruculuq işləri çərçivəsində abidələrin sənədlərinin müəyyən olunması istiqamətində əsas sənədlərdən biridir. Eyni zamanda dövlət xidməti tərəfindən bunlarla yanaşı azad olunmuş ərazilərdə, tikinti quruculuq işləri aparılan ərazilərdə aidiyyatı dövlət orqanları ilə bərabər abidələrin olduğu ərazilər nəzarətdə saxlanılır və onların mühafizəsi tədbirləri həyata keçirilir. Bu bərpa istiqamətində hansı işlər görülür? Bərpa istiqaməti də prioritet istiqamətlərdən biridir. Azad olunmuş ərazilərdə bu günə kimi Şuşada, Ağdamda və digər rayonlarda bir sıra abidələr bərpa olunmuşdur. Mədəniyyət Nazirliyi tərəfindən ötən il Ağdamda imarət kompleksində bərpa işləri yekunlaşdırılmışdır və ölkə başçısının iştirakı ilə açılış həyata keçirilmişdir. Bununla bağlı onu da qeyd edə bilərəm ki, artıq qeyd etdiyim Pənahlı xanın imarət kompleksində imarət tarix memarlıq muzey kompleksi fəaliyyətə başlayacaq. Bununla bağlı artıq tədbirlər görülür. Eyni zamanda Qarabağ xanlığının yarandığı dövrdə əsas istehkamlardan biri olan Əsgəran qalasının da bərpası planlaşdırılır. Burada kompleks tədbirlərin görünməsi nəzərdə tutulur. Bunun da layihəsi artıq ölkə başçısına təqdim edilib. Burada həm tarixi abidənin bərpası, konservasiyası, eyni zamanda arxeoloji işlərin aparılması nəzərdə tutulur və ilin 4 fəslində burada müxtəlif mədəni tədbirlərin keçirilməsi üçün infrastruktur qurulacaqdır. Bundan başqa Xankəndi şəhərində yerləşən Xankəndi Dram Teatrının da bərpası planlaşdırılır və qısa zamanda bərpa işlərinə başlanması gözlənilir. Çox təşəkkür edirəm sizə, var olun, minnətdaram və həqiqətən də çox möhtəşəm işlər görürsünüz. Biz də bu işləri sevə-sevə işıqlandırırıq. Çox sağ olun, mən təşəkkür edirəm. Qeyd etmək lazımdır ki, Gündəm Qarabağ verilişi bununla da yekunlaşır. Siz isə bizi dinləməkdə, eləcə də izləməkdə davam edin. Sağ olun, salamat qalın.